Değerli dostlar, hörmətli Dərələyəzdilər, bugün Dərələyəz TV'nin qonağı Dərələyəz mahalı Keşkənd rayonunun Qarabağlı kənd sakini Abdullayev Sabit Əmiroğludur. Sabit müəllim, xoş gördük. Özünüzü necə hiss edirsiniz bu dağların qoynunda, bu gözəl havada? Çox əla, çox yaxşı. Çox məzərəli kənddir, çox gözəl kənddir. Allah canınızı sağ eləsin. Həmişə bu kənddə xoş günlərdə görüşək. İnşallah. Sabit müəllim, siz Dərələyəz mahalının Keşkənd rayonunun Qabaqlı kəndində doğulmuşsunuz. Orada böyüyüb boya boşa çatmışsınız. Özünüz haqqında qısa məlumat verərdiniz. Uşaqlığınız necə keçib? Qabaqlıda böyüyən biri kimi uşaqlıq illərinizdə ən çox yadda qalan, unuda bilmədiyiniz xatirələr hansılardır? Və Qabaqlı haqqında hansı rəvayətlər və ya əhvalatlar eşitmişsiniz, görmüşsünüz, şahid olmuşsunuz? Bu haqda danışmanızı xahiş edirəm. Mən Abdullayev Sabit Əmiroğlu 1962-ci il avqust ayının 20-sində Dərələyəz mahalının Keşkənd rayonunun Qabaqlı kəndinə anadan olmuşam. Atam Abdullayev Əmir Cabbaroğlu Canı tayfasındandır, canlıdır. Anam Abdullayev İntizar Mehdi qızı, Mehdi babam da Təkməzlidir. Anamın bir tərəfi Qabaqlı, ana tərəfi, ata tərəfi də Təkməzlilərdəndir. Özüm haqqında, özüm 8 illik məktəbi Qabaqlıda keçirmişəm. 1977-ci ildə 8 illik tam orta məktəbini bitirmişəm. Unudulmaz müəllimlərim olub. Allah ölənlərinə rəhmət eləsin. Qalanlara can sağlığı versin. Əsədov Əli müəllim, Şadmanov Əli İbtidai müəllim olubdur. Əsədov Mehdi müəllim, ədəbiyyat müəllimimiz olub. Sonradan Paşayev Şəkil müəllim olub. Allah hamısına rəhmət eləsin. İlyas müəllim, Qəzənfər müəllim, bunlar mənim müəllim olublar. Onlardan təhsil almışıq, təlim-tərbiyə almışıq. Və 9-cu 10-cu sinifi qonşu kənddə Qovşuq kənd orta məktəbini oxumuşam. Orada da gözəl müəllimlərim olubdur. Nəsrullah müəllim, Əli müəllim, Kazım müəllim, Cəlal müəllim, Sevindik müəllim. Ölənlərə rəhmət, qalanlara Allah Teala can sağlığı versin. Qabaqlı kəndi çox gözəl kənd idi. Qabaqlı kəndə unudulmaz, hər bir şey unudulmaz idi. Təbiəti o qədər gözəl idi. Bitən hər bir otun öz adı, öz dadı, öz müalicəvi əhəmiyyətləri vardı. Qabaqlıda ərazisi, inzibati ərazisində elə bir yer olmazdı ki, mən 26 yaşında çıxmışam Qabaqlıda 1988-ci ildə. Yəni hər dağı, hər daşı, hər meşəsini, bulaqlarına qədər hamısından gəzmişəm, hamısını görmüşəm. Dağlarımız, gözəl dağlarımız vardı. Qırxbulaq, Murad Təpəsi, Qanqallı yurt, Çınqıllı yurt, Səlimölən, Almalı. Hamısı mənzərəli, biri-birindən gözəl bulaqları, təbiəti var idi. Qabaqlı həqiqətən də çox gözəl kənd idi. Gözəl cəmaatı var idi, mehriban cəmaatı var idi. Hamı bir adam kimi idi, xeyrimiz, şərimiz, hamı bir yerdə idi. Atamgil Canı kəndində olublar. 1933-34-cü ildə kolxozlaşma vaxtında balaca kəndləri birləşdirdilər, Qabaqlı kəndinə gətirmişlər. Amma Canı kəndinin belə götürəndə əvvəli gedir Türkiyədən gəlmək. Babam Cabbar ağa, yəni o vaxtı, yəni Qabaqlıda da belə bir şey var idi. Fermalar qışlağa, yaylağa gedirlər. Qabaqlıda da qışlağa, Eyvazxana gedirlər, Keçənin qırına gedirlər, şəhər rayonuna. Babam gildi o vaxtda qışlağa
şah taxtına gəlmişlər. Və yaylağa qayıdan vaxtı orada deyiblər ki, və bu tərəfdə bir Dərələyəz mahalı var, çox mənzərəli bir yerdir və gəlib görəndən sonra ki, həqiqətən də Dərələyəz mənzərəli və gözəl təbiəti həddindən artıq gözəl bir yer olduğuna görə bunlar ilə Cana kəndində də məskunlaşmışdılar. 33-34-cü ildə amma Qabaqlı kəndindən o balaca kəndlərindən paylaşmışlar. Qabaqlıda bir neçə tayfalar vardı. Ərgəzlilər, Təhməzdilər, Gəncələlilər, Yerli Qabaqlılar. Bu tayfalar hamısı birləşib bir dənə Qabaqlı kənd ailəsi yaranmışdır. Qabaqlı haqqında nə deyə bilərəm? Qabaqlının ağsaqqal kişiləri mənim xoşbəxtliyim o idi ki, bizim evimiz kəndin mərkəzində olduğundan, evimizin yanında məktəb olduğundan, kənd ağsaqqalları, yaşlı adamlar məktəbin yanında yığışarlar, bizim evin yanında oturardılar. Mən onların söhbətlərinə qulaq asardım. Qışda xatirimdən qalmaz kişilər, məhəlləmizin yaşlı kişiləri yığışardılar bizə. Mən 4-də, 5-də, 6-da oxuyanda hər gecələr bir dastan oxuyardım. Rəhmətli Təvəkkül əmim, Yadullah dayım, Zəfər dayı, Fəttah dayım, Həsən dayı, Soloğlu Həsən, Albənd dayı, Məmişoğlu İsa. Bunlar hamısı yığışardılar bizə. Xalmalı dayı, rəhmətlik. Hamı yığışardı bizə. Mən də kitab oxuyardım, nağıl oxuyardım. Bunlar qulaq asardılar. Mən də onların keçmişdə olan söhbətlərini eşidərdim və onlardan örnək götürürdüm. Onlardan nəsihət götürürdüm. Belə mənim ən böyük Qabaqlıda, ən böyük yadda qalan o ağsaqqallarla ünsiyyətdə olmağım idi. Qabaqlı... Sarı müəllim, qonşular haqqında danışdınız. Mənə maraqlıdır, orada Qabaqlı kəndində adət, ənənələr necə idi? Qabaqlıda elçilik, toy, Novruz bayramları necə keçirilirdi? Cəmaatın əsas məşğuliyyəti və qonşuluq münasibətləri necə qurulurdu? Bu barədə zəhmət olmasın. Qabaqlının adətləri çox gözəl idi. Bizə də toylardan götürək. Toylar 3 gün, 3 gecə toy olurdu. 62-ci il olmağına baxmayaraq 69-cu ildən bəri 188-ə qədər, yəni Qərbi Azərbaycandan köçənə qədər hər şey gözümün qabağındadır. Yəni yaddaşım o şeylərə, yəni yadımda qalıbdır. Səlim qağamın toyu, Qurban qağamın toyu, Rəhmətli Əsədin toyu. Yəni bu toylarda, toy qutarandan sonra, gəlin gətirdən sonra toy axşamı olardı, bəy-bəy gecəsi olardı, bəy seçilərdi və bəyin vəziri olardı, bəyin nə bilim qoçuları olardı. Əgər məclisə bir adam gəlməyibsə, mən kəndin ağsaqqallarından, o saatı onlardan nəyəsə gedib bir ənlam alıb gətirərdilər ki, bu toyda, bu bəy-bəy gecəsində iştirak eləməyib. Səttarın toyunda yadımdadır, Əbdüllah Hüseyn dayı gəlməmişdi, dedilər xəstədir. Bəyin qoçuları getdi Hüseyn dayıgilə və oradan 2 dənə xoruz gətirdilər ki, yəni cərmələdilər bunları. Kəsilib, pişirilsin, yəni həmən gecədə məclisə verilsin. Bayramlarımız çox xoş keçirdi. Fevral ayından başlayardıq, analarımız bizə torbalar tikərdi, torbalarla qapı gəzdi edərdik, yumurta yığardıq, yumurta, qovurğa, nə kimin əlində şirniyyətlər torbalarımıza qoyurdular. Yumurta döyüşməkləri, Talış dayıgilin damın üstündə, Fəhrət dayıgilin damın üstündə, Fəttah dayıgilin damın üstündə, ambarın yanında, kəndin içində, mağazinin qabağında. Orada həm bütün cavanlar, orta yaşlılar, hamı yumurta döyüşərdilər. Və bayram axşamı sulaşma olurdu. İğnə salmaq olurdu. Yəni bayramlarımız çox maraqlı və
diqqətli olurdu. Fevral ayında Xıdır Nəbi bayramı olurdu. İş buralarda keçirtmirlər indi. Dəbər Minitkin bu Xıdır Nəbi bayramı da olarmış. Xəşil pişirədilər. Yağın içində üstünə bal tökərlər. Və biz də uşaq vaxtı deyirlər ki, bu xəşili ağacın başına qoyanda bir qaşıq qarğa gəlib hansı məhliyə apararsa, o məhlədən qız istəmək söhbəti çıxardı. Sən də qoymuşdunmu elə Mən bir də şey? qoymuşdum. Hansı tərəf apardı? Amma hava dumanlıqdır, bilmədim. Yuxarı məhliyə apardı, hara apardısa heç qarğanı tuta bilmədim ki, hara apardı. Yəni elə maraqlı bayramlarımız keçərdi. Çox maraqlı bayramlarımız olardı. Bax, Qabaqlı kəndi dedikdə gözünüzün önünə ilk öncə hansı mənzərə gəlir? Qabaqlı kəndi gözümün qabağında Qabaqlı kəndinin demək olar ki, təbiəti, yəni biz çıxan kimi yazılı qəyəni görərdik, otağı görərdik. Yəni onun təbiəti. Bax, onun oranın qabası- təbiətinə bələd olan biri kimi gəl Qabaqlıdan Qırxbulağa Murad təpəsinə gedək. Gedək. Qabaqlıdan çıxırdıq Almalı çuxuruna. Almalı çuxurundan 2 yol var idi. Ya Qarandıq meşədən Almalı tərəfdən getməli idik, ya Səbət keçməzdən. Dəvə daşları, Səbət keçməz, Arxaltı, Çala yurdu. Çala yurddan çıxardıq Qırxbulaq. Qırxbulaqdan sol qolumuzun üstündə Keçəl təpə, Çınqıllı yurd. Sağ qolumuzda düz gedərdik Qanqallı yurd, Murad təpəsi, Alagöllər, bizim özümüzün Alagölləri. Yəni Kəlbəcərin Alagölləri yox, bizim özümüzün Alagölləri vardı. Ermənistanla Azərbaycan arasında 3 ayaq dəmir quşqa bastırmışlar, yəni o qranisanı göstərirdi.